Mayın 27-sində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda beynəlxalq konferansın iştirakçıları ilə görüşü olub. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə keçirilən İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda beynəlxalq konferansın İslam dininə qarşı qlobal səviyyədə formalaşan yanlış təsəvvürlərin aradan qaldırılması, dini dözümlülüyün və multikultural dəyərlərin təşviqi, habelə İslamın sülhsevər mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın İslam həmrəyliyi, multikulturalizm və dini tolerantlıq prinsiplərinə sadiqliyini, dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdəki prinsipial mövqeyini diqqətə çatdırıb. Bildirilib ki, İslamofobiya ilə mübarizə, dini mənəvi irsin qorunması, bütün dinlərə məxsus abidələrin bərpası sahəsində ölkəmiz tərəfindən atılan addımlar beynəlxalq aləmdə də rəğbətlə qarşılanır. Şeyxülislam çıxışının sonunda dünya ictimaiyyətini milli, irqi və dini dözümsüzlüyə qarşı birgə və prinsipial mövqe sərgiləməyə çağırıb. Ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdelvahab Abdelrazek çıxış edərək dünyada, xüsusilə Qərb ölkələrində İslama və müsəlmanlara qarşı artmaqda olan ayrı-seçkilikdən və qərəzli münasibətdən narahatlıqla bəhs edib. O, bu fenomenin insan hüquqları və demokratiya prinsiplərinə zidd olduğunu bildirib. Senat sədri təhsil, maarifləndirmə, qarşılıqlı anlaşma və əməkdaşlığın bu çağırışlara cavab olaraq mühüm əhəmiyyət daşıdığını qeyd edib. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması konferansının əhəmiyyətindən danışıb. Tədbirin qlobal miqyasda dini zəmində dözümsüzlük və ayrı-seçkiliklə mübarizədə əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Sonra iştirakçılar üçün ziyafət təşkil olunub.